Salam uşaqlar, bugün sizinlə 9-cu sinif imtahanlarına düşmüş 03.07.2020-ci il tarixli buraxılış imtahanlarının suallarına baxacaq. Əvvəlcədən deyim, üzrlü sayın, bu günləri oğlumla bir yerdə çəkəcəyik deyə ani səslər gələ bilər. Yaxşı, baxaq, suallar bu formadadır. Birinci səhifə belə, ikinci səhifə isə bu formadadır. Suallar belədir. Yaxşı. Başlayaq birinci sualımızdan. Deməli, birinci sual belədir. Deyir, C çıxılsın 1-in kubu, üstə gəlinsin 3. C minus 1-in kvadratı üstə gəlinsin 3. C minus 1 üstə gəlinsin 1. Deməli, bu formada ifadə verib bizə deyir, sadələşdir. Mən bunu necə görürəm? A-nın kubu üstə gəlinsin 3A-nın kvadratı B. Üstə gəlinsin 3AB-nin kvadratı üstə gəlinsin B-nin kubu kimi. Yəni A'mız C minus 1, B'miz isə 1'dir. Bu düstur A plus B olduğuna görə yerinə yazıram C minus 1, üstə gəlsin 1'in nəyi? Kubu. Təbii ki, bu yadına düşməyənlər üçün bir müxtəsər vurma düsturu kimi bunu C minus 1'in kubu, bunu da kvadrat kimi açıb vurub həll eləmək də olar. Gəlin o yolla da həll eləyim. C'nin kubu çıxılsın 3C'nin kvadratı üstə gəlinsin 3C minus 1 çıxılsın 3 C'nin kvadratı üstə gəlinsin 3C'nin kvadratı çıxılsın 6C üstə gəlinsin 3 üstə gəlinsin 3C çıxılsın 3 üstə gəlinsin 1. Diqqətlə baxsaq, baxın 3C kvadrat getdilər. 3C 6C, bu da 6C, bunlar da getdilər. Mənfi 3 müsbət 3, mənfi 1 müsbət 1. Yenə C'nin kubu qalmış oldu. Burada necə C kubu idisə, orada da C kubu. Birinci sual belə. İkinci sualımız modul bərabərsizliyi idi. 2x 2x minus 4 kiçikdir 12. Deməli, neyniyəcək? Bir dəfə bərabərsizliklərdə belə bir qayda var, bilirik ki, bir dəfə 2x minus 4 kiçikdir 12, bir dəfə 2x minus 4 böyükdür mənfi 12'ye bərabər edir. Çünki modulda müsbət də çıxa bilər, mənfi də. Daha doğrusu modulun içi müsbət də ola bilər, mənfi də ola bilər. Ona görə 2x kiçikdir 16, x kiçikdir 8. 2x böyükdür mənfi 8. X böyükdür mənfi 4'dən. Yaxşı. Mənfi 4'dən böyükdür 8'dən kiçikdir. Kəsişdiyi yerə baxırıq, mənfi 4'dən haracan 8'ə qədər. Növbəti sualımız sadə bir sualdır. Mənfi 8 vurulsun 4, üstə gəlinsin. Mənfi 5 vurulsun mənfi 3, üstə gəlinsin 20. Mənfi 32, üstə gəlinsin 15, üstə gəlinsin 20. 35, cavab eləyəcək 3. Növbəti sual, diametrin deyir D olan çevrənin uzunluq düsturunu tapın. Normalda 2pi r, 2r'imiz D olduğuna görə pi D olmuş olacaq. Yenə növbəti sualımız 5-ci sualdır. A bərabərdir 4/3'də 1 mənfi 2. B bərabərdir 4/3'də 1. C bərabərdir 4/3'də 1'in üstündə 2. Gəlin sadələşdirək. 3'də 13'ün üstü mənfi 2, yəni 169'da 9. 3'də 13, 9'da 169. Məntiqlə fikirləşsək, bu hardasa 4 tam neçəsi eləyəcək? Bu 10 neçə tam? Bu isə kəsirdir, yəni birdən balacadır. Deməli, A ən kiçiyidir, sonra B, sonra da C olmuş olacaq. 6-cı sualda belədir. Növbəti sualımız isə 6-cıdır. Sinifdə deyir 30 şagird var. 30 şagirddən 15 nəfəri ana dili, 17 nəfəri ingilis dili, 3 nəfər isə heç bir məşğələdən hazırlığa getmir. Əvvəl 3'ü çıxdıq, 27 nəfərimiz məşğələyə gedir. Neçə nəfər şagird hər ikisinə gedir? Yaxşı, burada 15, burada 17. İkisi bir yerdə nə qədər oldu? 32 nəfər. Amma bizdə neçə nəfər var? 27 nəfər. Deməli 5 nəfər.
5 ikisində də ortaq olduğu üçün deyəcək ki, hər ikisindən məşğələyə gedən sayı 5-dir. Növbəti sual 7-cidir. 7-ci sualda belə bir misal verib bizə. X üstə gəlinsin 3y bərabərdir a-ya, x çıxılsın 2y bərabərdir b-yə və bizə cütlükləri verir 4 ilə -1. Deyir ki, a-nın və b-nin hansı qiymətində bu cütlük tənliklər sistemini həll edir. Birinci dayanan həmişə x, ikinci dayanan həmişə y olduğu üçün yerinə qoyuruq. 4 çıxılsın 3 bərabərdir a, 4 üstə gəlinsin 2 bərabərdir b. Onda belə çıxır ki, a bərabərdir 1-ə, b bərabərdir 6-ya bərabər olmuş olacaq. Növbəti sual 8-cidir. 8-ci sualda belə deyir. 0,2 vurulsun, kök altında 50 kvadratı, üstə gəlinsin 1,5 vurulsun, kök altında 36. Təbii ki, yenə sadə bir sualdır. 0,2 5də 1 deməkdir, kvadratı 25də 1, kök altında 50-nin kvadratı ilə 50, üstə gəlinsin 1,5 vurulsun 6. İxtisar gedir 2, üstə gəlinsin 9. Cavab eləyəcək 11. Növbəti sualımız 9-cu sualdır. 9-cu sualda deyir. 60 ədədinin natural bölənləri içərisindən gəlin natural bölənlərinin sayını tapaq. 2-dən 2 dənə, 3-dən 1 dənə, 5-dən 1 dənə. Yəni 2 plus 1, 1 plus 1, 1 plus 1. 3 vur, 2 vur, 2. 12. 12 dənə mənim natural bölənim var. Deyir, bunların içindən sadə ədəd olması ehtimalı. Bilir ki, bir dənə sadə 2 varımdır, bir dənə 3 varımdır, bir dənə də 5 varımdır. 3 dənə ədədim var. Deməli, 4də 1 eləmiş olacaq. Növbəti sualımız 10-cudur. Dediyim kimi, növbəti sual 10-cudur. Üzrü sayın, tez-tez kəsirəm. İndi bilmirəm videoya bunu necə yansıyacaq. Çağırdığına görə kəsmiş oldum. Nəysə. Deyir ki, ədədlərdən neçə cütü qarşılıqlı sadədir. Qarşılıqlı sadə olması üçün ortaq heç bir vurğu olmamalıdır. Yəni 3 ilə 5 götür. Gəlin bax belə düzək. 3, 5, 17 və 21. Bilirik ki, 3 ilə 5 ola bilər, çünki ardıcıl tək ədədlərdir. 3 ilə 17 ola bilər, ikisi də sadədir. Amma 3 ilə 21 ola bilməz. 5 ilə 17 ola bilər, 5 ilə 21 ola bilər. Təbii ki, 17 ilə 21 də ola bilər. Deməli, 1, 2, 3, 4, 5 dənə mənim ədədim olmuş oldu. Növbəti sualımız 11-cidir. Deyir, düzbucaqlının enini və uzunluğunu 5 dəfə azaltsaq, A, B. Sahəsi necə dəyişər? Normalda A, B idi, indi isə oldu A bölü 5 vurulsun B bölü 5. Yəni A, B bölünsün 25. Əvvəlkindən 25 dəfə azalmış oldu. Növbəti sualımız 12-cidir. Çevrənin radiusu 7 olarsa dairənin sahəsini tapın. Daha sonra dairənin sahəsi radiusu 7 olarsa sahəsini tapın. Pi kvadrat bərabərdir 49 piyə. Növbəti sualımız 13-cüdür. Deyir, perimetri 40 olan bir kvadratımız var. Perimetri 40-dırsa 4A bərabərdir 40, A bərabərdir 10 olmuş olacaq. Yəni hər bir tərəfi 10. Diaqonalın uzunluğunu tapın. Biz də bilirik ki, diaqonalın düsturu A kök altında 2-dir. Yəni 10 kök altında neçə? 2 olmuş olacaq. Növbəti sualımız 14-cüdür. 14-cüdə hesablama biraz uzundur. Deyir 25% 1,5 bir dəqiqə. 1,5 2-də 3 vurulsun, 0,4 vurulsun, 50 bölünsün 2-də 1. Mən də neynirəm? Bu 1,5 idi. Neynirəm? Görürəm ki, bax, bu da 1,5 deməkdir. İxtisar gedirəm. Sonra nə olur? 1 bölünsün 0,4. Bu 2 qalxır yuxarıya. Olmuş olur 100. Eləyir nə? 40'da 1. Yaxşı. 25% 40'da 1 olan ədədin 100%-ni gəlin tapaq. Onda nə olacaq? X bərabərdir 25, 100 vurulsun 40'da 1. O deyil 0,1 olacaq. Belə 15,
15-də isə necədir? Bizə kvadrat tənliyi verəcək. Deyəcək həqiqi kökü haçan? Yoxdur. Gəlin yazaq. X-in kvadratı çıxılsın 6x plus 3a bərabərdir 0. Tənliyin həqiqi kökü yoxdur. Yəni diskriminant kiçikdir 0-dan. Diskriminantın düsturu b kvadrat minus 4ac olduğuna görə gəlin qiyməti yerinə qoyaq. B-ni bildik 36 çıxılsın 4. A-nı bildik 1. C-ni bildik 3a. Kiçikdir 0. Yəni 36 çıxılsın 12a kiçikdir 0-dan. Mənfi 12a kiçikdir mənfi 36-dan. A böyükdür 3-dən. Çünki mənfiyə böləndə işarə ağzını dəyişdim. Yaxşı, 3-dən nədir? Böyükdür, müsbət sonsuzluq olmuş oldu. 16. Sual belədir. Deyir 140 dərəcəli ABC BD daxili şüası çəkilmişdir. Və biri digərindən 20 dərəcə böyük olan 2 dənə bucaq ayrılmışdır. Deməli, x plus 20 bərabərdir 140-a. 2x bərabərdir 120-yə, x bərabərdir 60-a. Balaca 60, böyük isə 80. Alınan böyük bucağı soruşur. Biz də neçə yazırıq? 80 yazmış oluruq. Növbəti sual 17-cidir. 17-ci sualda bizə qrafik verib, daha doğrusu funksiya verib. Deyir ki, 2x minus 4. A variantında verib 2, 5. B variantında 6, 8. C variantında 4, 3. D variantında 5, 9. Y variantında da 8, 13 nöqtələrin verib. Təbii ki, birinci yazılan x, ikinci yazılan isə nədir? Y-dir. Deyir nöqtələrdən hansı bu funksiyanın qrafikinə aiddir? Qrafikə aid olması üçün x-i yerinə qoyanda y-i almalıyıq. Yaxşı, 2-ni qoyduq yerinə, yəni A variantında. Alındı bizə nə? 4, 4-dən 4-ü çıxanda elədi 0. Yəni bunun y-i bizdə 0 eləyir. Alınmadı, 5 idi bizdə. 6-nı qoyanda 6 dənə kim? 12, 12-dən 4-ü çıxanda 8. Bu şey alındı. 4-ü qoydum yerinə 8, 8-dən 4 çıxanda 4 eləyir. Bizdə isə nədir? 3-dür. 5-i qoyanda 10, 10-dan 4 çıxanda eləyir 6, bizdə 9-dur. 8-i qoyanda yerinə 16, 16-dan 4 çıxanda 12 eləyir, bizdə 13-dür. Deməli, doğru cavabımız elə nədir? B variantı olmuş oldu. 18-ci sual sadə bir sualdır. 3 tam 18-də 1 vurulsun, 1 tam 11-də 4. Qiyməti hesabla. 18, 55, neynədik? Bax, 18-i vurduq 3-ə, üstünə gəldik 1-i. Çünki məsələn, A əsasdan B-də belə olanda B, A vurulsun, B üstə C kimi düzgün olmayana keçirilir. Yaddaşda saxlayın. Bir də görsən, o da sual verirsiniz. Vurulsun 11-də, 11-dən 1-im 11, üstünə gəldik 15. İfsiyo. 5 dəfə. Gəlin 3-ə də aparaq. 6. 3-ə apardıq 5. 6-da 25. Yəni 4,6-da 1 etmiş olacaq. Növbəti sual 19-cudur. Aha. Belə xətlər verib bizə qəşəng. Simpatikini xətlər. Aha. Deyir ki, A, B, D. A buradır, B buradır, D də buradır. Yəni bu bucaq. X plus 50-dir. Sonra deyir ki, A, C, D. Yəni bu bucaq. 3x plus 10-dur. Bilirik ki, 3 bucağın daxilində eyni qövsə söykənmiş 2 bucaq bir-birinə bərabərdir. Yəni x plus 50 bərabərdir 3x plus 10-a. 2x bərabərdir 40-a, x bərabərdir neçəyə? 20-yə. Bizə də deyirdi, x-i tapın, artıq tapmış olduq. Növbəti sual 20-cidir. Deyir ki, trapesiya var. Onun diaqonalı orta xəttini 3-ün 4-ə nisbətində bölür. Orta xəttin uzunluğu 35 olarsa, yəni 3K üstə gəlsin, 4K bərabərdir 35. 7K bərabər 35, K bərabər neçə? 5. Yəni 15 bunun payına düşür, 20 bunu. Həm də 3 bucağın orta xətti olduğu üçün bu 3 bucağın məsələ. Olacaq 30. Bu da bu 3 bucağın orta xətti olduğuna görə burada oldu 40.
Deyir oturacaqların fərqini tapın. 40 çıxılsın 30, cavab eləyəcək 10. Növbəti sual. Deyir ki, 21-də sürəti 24 olan düzgün olmayan kəsirlərdən neçəsi naturaldır? Düzgün olmayan 24-ü də götürmək olar. Deməli, 24-ün bölənlərini götürməliyik. 1, 2, 3, 4, 6, 8, 12, 24. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənəsi natural olmuş olacaq. Növbəti sual 22-cidir. Bizə verib x kvadrat çıxılsın 25, kiçik bərabərdir 0-dan. Nə edirdik? X minus 5, x plus 5. Kiçikdir bərabər 0. Mənfi 5, müsbət 5, içərisi 9 dolu. Plus, minus, plus. Niyə plusla başlayırdıq? Deyirdik ki, x kvadratın əmsalı müsbətdirsə, müsbətlə başlayır. Amma bizdə kiçik bərabəri soruşur. Yəni, kiçik mənfi olan yeri. Mənfi 5-dən hara? Müsbət 5-ə qədər. Növbəti sualımız 23-cüdür. Deyir, daxili bucaqlarının ölçüləri 2, 3, 5 nisbətindədir. Yazıram 2k üstə 3k üstə gəlinsin 5k. Bərabərdir 180-ə. Çünki daxili bucaqların cəmi neçədir? 180 dərəcədir. 10k bərabər 180, k bərabərdir 18. Kiçik üçbucağı, üçbucağın kiçik tərəfini tapın. 2k bərabərdir 2 vurulsun 18, cavab 36. Növbəti sualımız 24-cüdür. A bölünsün B bərabərdir 6, qalıqda 2. B bölünsün C bərabərdir 5, qalıqda 4. A-nın son rəqəmini tapın. C-yə elə bir qiymət qoymalıyıq ki, uşaqlar. 4-dən ən azı bir vahid böyük olsun. Çünki qaydamız var ki, bölən qalıqdan böyük olmalıdır. Qalığımız 4-dürsə, mən ən azı 5 verdim. Deməli, onda B bərabərdir. 5 vurulsun 5 üstə 4. Yəni 29. İndi B-nin 29 tapdığımız cavabın aparıb biz yerinə qoysaq, görərik ki, A bərabərdir. 29 vurulsun 6 üstə gəlinsin. Neçə? 2. 29-u 6-ya vursaq 174 üstə 2. 176 etmiş olacaq. Axırıncı rəqəmi deyir 6. Növbəti sual. Deyir, 2 briqadada birlikdə 33 işçi var. Birinci briqadadakı işçilərin sayı İkinci briqadadakı işçilərin sayının 8-də 3-üdür. Yəni, birinci briqada 3K, ikinci briqada isə 8K-dır. Bilirsiniz də, əgər bizə 3-ün 8-ə nisbətində bölünmüşdürsə, uşaqlar tez yazır. Amma 3 böl 8, 8-də 3 hissəsi deyən kimi şoka düşür. Bu bölmək deməkdir. Yəni, ha belə yazsın, ha belə yazsın. Heç bir problem yoxdur. İkisində də eyni forma. 3K üstə gəlsin, 8K bərabərdir 33-ə. 11K bərabərdir 33-ə. K bərabər neçəyə? 3-ə. Yaxşı, yerinə qoyduq. 9 burada, 24 də burada. İkinci bir qada soruşur, 24-ü yapışdırıb gedir. Növbəti sualımız 26-cıdır. Deyir ki, bir dənə bərabər yanlı qəşəng üçbucağım var. Perimetri də 50-dir. Yaxşı, perimetri 50-dir. Oturacağı isə 24-dür. Deməli, A bərabər yanlı olduğu üçün 2A üstə gəlmə 24 bərabərdir 50-yə. 2A bərabərdir 26-ya. A bərabərdir 13-ə. Bitdi, getdi. Yan tərəfini tapmış olduq. 27-ci sualda bizə deyir ki, Ayxan 5 manat xərclədikdən sonra onun 13 manat pulu qalır. Bəli, sadə sualdır. Əvvəl nə qədər pulu var idi? Birinci sinif sualına oxşuyur, düzdür uşaqlar? 13 üstə gəlsin 5 bərabərdir 18. Artıq birinci sinifdə də vermirlər bu qədər asan sualı. İndi veriblər də neyniyək? Deyir ki, ABC üçbucağı var və A1, B1 biraz eybəcər çəkdim. Deyir ki, AD və A1, D1 medianları çəkilmişdir. Medianın qaydası da bilirsiniz ki, onu araya bölmək. Deyir, AD bərabərdir 3 dənə A1, D1-ə. Yəni, bura K-dırsa, bura 3K-dır. Perimetrlərin nisbətini tapın. Uşaqlar, oxşarlıqda belə bir qayda var idi. Tərəflərin nisbəti nədirsə, perimetrləri də nisbəti odur. Yəni, 3 eləmiş olacaq.
29-cu sual. Bizə bir dənə bu formada üçbucaq verib. İnşallah düzəltmiş olarıq. Biraz mən eybəcər çəkdim, amma eyb yoxdur. Neyini? Alfa, beta, burada gamma verib, burada 120 verib. Yazıb ki, alfa bölünsün, beta bölünsün, gamma bərabərdir 3 bölünsün, 4 bölünsün, 5. İndi nə edirəm? Alfaya 3K deyirəm, betaya 4K deyirəm, gammaya da 5K demiş olam. Belə bir xassiyyət var. Alfanın üstünə, beta üstünə də gamma gələndə xaricdəki bu çökük eləyir. Yəni 7 bu da 12K bərabər 120. K bərabər olmuş oldu necə? 10. Deməli belə. Oldu nə? 30, 40, bu da nə? 50. Bizə lazımdır gamma minus alfa. 50 çıxılsın 30, yəni 20. Növbəti sual. X kvadrat üstə gəlinsin. Y kvadrat çıxılsın 12x. Üstə gəlinsin 6y minus 4 bərabərdir 0. Nə edəcəyik? X kvadrat çıxılsın 12x. Düzəldirik. 2'ye böldüm 6. 6'ın kvadratı 36. Üstə bunu düzəldirik. Y kvadrat üstə 6y. 2'ye böldüm 3. 3'ün kvadratı 9. Keçdik 4. Üstə gəlinsin. 36 üstə gəlinsin 9. 36 plus 9. Bunu düzəltsək x minus 6'nın kvadratı. Bunu düzəltsək y plus 3'ün kvadratı. Burada 49. Çevrənin radiusunu tapın. Bilirik ki x minus x 0. Kvadratı üstə y minus y 0'ın kvadratı. Bərabərdir 7'nin kvadratı. Yəni r-in kvadratı. Deməli radiusumuz neçəymiş? 7'ymiş. Bizdən də bunu soruşurdu. Uşaqlar, bir izahın daha sonuna gəldik. Sağ olun, salamat qalın.